Yəni bax bu 50 dayanacağı alimlər izah edirlər ki, bu mərhələləri bizdən oradan keçə-keçə soruşacaqlar. E, Bəli, yenə Peyğəmbər əleyhissalamın hədisi yada salın. Bu günahkarlar üçün çox ağır olar, ancaq möminlər üçün inşallah asan olacaq. E, Peyğəmbər əleyhissalam buyurur, qiyamət günü 50 min il, mömin üçün isə qılınan bir namaz qədər qısa olar. Əgər günahkar və kafir Allahın qəzəbinə gələn bəndə, o elə onun üçün 50 min il olar. Ancaq mömin üçün isə qılınan bir namaz vaxtı qədər qısa olar. Yəni eyni gündür, amma hər kəs üçün fərqli olacaq. Məsələn, Sirat körpüsü tükdən nəzik, qılıncdan iti 3000 illik gedilən yol məsafəsi qədərində qurulubsa, orada insanlar müxtəlif cür oradan keçəcəklər. Adam var, o körpünü ildırım sürəti ilə keçər. Məsəl üçün, hədislərdə var, adam var onu quş sürəti, uçan quş sürəti kimi keçəcək. Adam var onu çaparaq at, o cür keçəcək. Adam var sürünə-sürünə və s. Yəni ona görə hər kəsin dünyadakı əməllərin müqabilində o uzun ya yaxın ola bilər. Yəni asan da keçən olacaq, mömin, tövbəkar, günahkar üçün çox çətin, fərqli olacaq. Yəni o uzun olacaq. Peyğəmbər əleyhissalam buyurur ki, qiyamət günü bəndədən soruşulan şey namazdır. Əgər qəbul olunsa, digər əməllər də qəbul olunar. Həmin bu 50 dayanacaq ki, dedik, hərəsində 1000 il, namaz onların hamısını açarıdır, əziz cəmaatımız, bildiyimiz kimi. Məsələn, çətin dayanacaq insan haqqıdır. Haqqun nas deyərlər. Əli əleyhissalam buyurur, Allah öz haqqını bağışlaya bilər. Lakin bəndələrin haqqını yalnız sahibinə qaytarmaqla bağışlayar. Allah öz haqqını bağışlayar. Var haqqullah, var haqqunnas. İndi bəndələrinkini gərək sahibinə qaytarmaqla o sənə bağışlasın. Ona görə bu dayanacaqlar bu baxımdan çox ağır və çətindir. İnsan gərək qəlb qırmasın, haqsızlıq etməsin, qeybət etməsin ki, xalqın haqqı onun boynuna gələr. Bunların hamısı gərək qaytarasan. Yəni, o tərəfin halallığını, o sənin boyunda olan haqqı sənə gərək onları qaytararlar. Onu gərək sənə nə edirlər? Qaytararlar. Və əzizlər, Əli əleyhissalam buyurur ki, əməllər niyyətə görədir. Bəzən böyük əməl niyyətə görə puç olar. Kiçik əməl isə niyyətə görə böyüyər. Peyğəmbər əleyhissalam buyurur, qiyamət günü bəndə 4 şeydən soruşulmadan addım ata bilməz. Biri budur, qəbirdən qalxan kimi ömrünü harada keçirdin sən? İkinci budur, gəncliyini necə keçirdin? 3 budur, malını hardan qazandın və hara xərcladın? Elm ilə nə etdin? Məsəl üçün, əsas soruşulası budur, imamları tanıdın ya yox? Bax, imamları məxsusi ki, onlar ilahi rəhbər idi, yol göstərin, tanıdın ya yox? Bunlar hamısı burada bizə ərz edim sizlərə ki, hədislərimizdə göstərilir. İmam Sadiq əleyhissalam buyurur, gizlində edilən günahlar qiyamət günü aşkar edilər. O gün heç nə gizli qalmayacaq. Hətta insanın özü belə təəccüb edəcək. İmam Əli əleyhissalam buyurur, bugün əməl günüdür, sabah isə hesab günü. Qiyamətdə artıq əməl etmək yox, yalnız nəticə görmək var.
Peyğəmbər əleyhissalam buyurur ki, Sirat körpüsü qıldan incə, qılıncdan itidir. Bəzisi ildırım kimi keçər, bəzisi sürünə-sürünə, bəzisi isə o dərəyə, o körpünün altında Allah eləmə, o cəhənnəm dərəsinə düşər. İmam Baqir əleyhissalam buyurur, müminin nuru onun qarşısını işıqlandırar və siratdan rahat keçər. İmam Hüseyin əleyhissalam buyurur, bizim məhəbbətimiz qiyamət günü nicat səbəbi olar. Bizə sevgi edən Allah bəndələri, bizi sevənlərə bizim məhəbbətimiz nicat səbəbidir. Bəli, bu imama sevgi böyük faydası vardır. Gərək o məhəbbət eyni zamanda əməllə birlikdə olmalıdır. Peyğəmbər əleyhissalam buyurur, insan qiyamət günü elə əməllərlə gələcək, dağlar kimidir. Amma zülm etdiyi insanlar gələcək və o əməllərdən götürəcəklər. Nəhayət özü boş qalacaq. Yəni qiyamət günü təkcə qorxu günü deyil, ədalətin tam bərpa olduğu gündür. Haqqın sahibinə qaytarıldığı gündür. İmam Əli əleyhissalam buyurur, özünü hesaba çəkməmiş, hesaba çəkilmə. Demək, biz belə əldə etdik ki, 50 dayanacaq həyatın hər sahəsinin hesabıdır. Ən çətin orada insan haqqı, ən mühüm namaz və niyyət, ən böyük nicat iman, əməl, əhl-i-beyt sevgisidir. Peyğəmbər əleyhissalam buyurur, kimin qəlbində zərrə qədər iman varsa, o imanla ölsə nicat tapar. Əgər insan vaxtında və ixlasla namazı qılıbsa, buyurur o namaz onun üçün nicat haçarıdır. Təhrim surəsində Allah Teala buyurur ki, ey iman gətirənlər Allaha səmimi tövbə edin. Əgər insanlar tövbə edib dünyasını köçmüşsə, o onun nicatına səbəb olar. Yəni bugün günah nə qədər böyük olsa da tövbə qapısı Allah tərəfdən açıqdır bəndənin üzünə. İnsanların haqqını qaytarmadan bağışlanmaq yoxdur. Bu İmam Əli əleyhissalamın hədisidir. İnsanların haqqını qaytarmadan bağışlanmaq olmayacaq. O sədəqə bəlanı dəf edər. Gizli verilən sədəqə xüsusilə çox təsiri var. Quranla insan ünsiyyət tapar. İsra 9-da Allah buyurur, Quran onu doğru yola yönəldər. Yəni Quranı oxuyasan, dərk edəsən, əməl edəsən. Bunlar hamısı qurtuluş yollarıdır. Peyğəmbər əleyhissalam buyurur, qiyamət günü tərəzidə ən ağır gələn şey gözəl əxlaq olacaq. Gözəl əxlaq olacaq. İmam Hüseyin əleyhissalama ki, buyurur, onun haqqında Məhəmməd Peyğəmbərimiz Misbahul Huda, Səfinətül Nicah, yəni bunun İmam Hüseyin nicat gəmisi, Əhl-i Beytim nicat gəmisi və hidayət çırağıdır. İmam özü də buyurur ki, bizim məhəbbətimiz elə nicat gəmisidir. Yəni axirətdə insanların çox böyük harayına gələr. İnşallah Allah Quranda günahları bağışlamağa
zamindir, vəd verib. Məsəl üçün, Zümər surəsi 53-də biz danışmışdıq ki, heç kim naümid olmasın, ümidini məndən üzməsin, mən hamısını bağışlayaram tövbə edəndən sonra. İnşallah Allah Taala hamımızı ona tövbə etməyə muvaffaq eləsin və dünya və axirətimizi xeyirli eləsin inşallah. Və dəyərli əzizlər, bu ölüm anı haqqında hədislər var. Bir-iki hədis də siz əzizlərə çatdırım. İnşallah tamam eləyim. Məhəmməd Peyğəmbər əleyhissalam buyurur ki, möminin ruhu bədənindən su damcısı kimi çıxar. Yəni asan və rahat, çox nurani. Hədislərdə gəlmişdi ki, bir gülü iyləmək necə olur? Ruh o cür rahat bədəndən çıxacaq. Ancaq günahkarın ölümü, məsəl üçün kafirin ölümü çətin olar. Onun ruhu bədəndən tikanlı budaq kimi çıxar. O çox ağır və əzablı. Hədisdə var, 1000 dənə şişi təndirdə qızdırsan, adama batırsalar, necə əziyyət, bax, o günahkarın bədənindən ruh o cür çıxar. Bizim Fusilət surəsi var Quran-ı Kərimdə, 30-cu ayədə Allah Taala buyurur ki, qorxmayın, kədərlənməyin. Yəni mələklər deyər. Qorxmayın, kədərlənməyin. Bu mömin üçün müjdə və dəlildir ki, o ruh bədəndən çıxanda qorxusu olmaz. Qəbir həyatı var. Yəni insanın bədəni ruh çıxandan sonra bərzaxa gedir. İki mələk deyir, soruşur, Rəbbin kimdir? Peyğəmbərin kimdir? Dinin nədir? İmam Ali əleyhissalam buyurur, bəziləri üçün cənnət olacaq qəbir. Bəziləri üçün cəhənnəm çuxuru olacaq. İmam Ali əleyhissalam buyurur, qəbir bəziləri üçün cənnət bağçasıdır, bəziləri üçün cəhənnəm çuxurudur. Müminin qəbri deyir, genişlənər, nurla dolur, rahatlıq olar, ancaq günahkarın qəbri daralar, qaranlıq olar, əzab çəkər. Bəli, əzizlər, bir gün gələcək, bizi kəfənə bükəcəklər, yuyəcəklər, torpağa qoyacaqlar, hamı gedəcək, tək qalacaqsan orada və ondan sorğu-sual mələkləri gəlib Rəbbin kimdir soruşacaq. O vaxt, o saatda nə pul kömək edəcək, nə dost kömək edəcək. Yalnız insanın əməli, imanı, etdikləri itaat, ibadəti onun faydasına gələcək. İmam Ali əleyhissalam buyurur, dünya arxanda qalacaq, axirət isə qarşısındadır sənin qarşındadır. Ona görədir, fürsət var bugün, indi, sabah isə hesab var. Yəni, insan bugün fürsətli gərək fürsəti əldə verməsin və sabah o hesab gününə inşallah Allah Taala'nın izni ilə hazır olsun. Allah bizi axirət məhkəməsində üzümüzü ağardanlardan, bizə nəzər salıb bağışlayan kəslərdən qərar versin. Amin, ya Rabbəl aləmin.